Biz Inform Xəbər TV olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatları sizlərə çatdırırıq. TikTok sosial platforma şəbəkəsində saxta hesab açaraq aksesuar alt adlı saxta səhifədə videolar paylaşırdım, elanlar paylaşırdım. Oradan avtomobil ehtiyat hissələri satışı adı ilə insanları WhatsApp-a dəvət edirdim. WhatsApp vasitəsilə onlardan müxtəlif kart hesablarına ödəniş alırdım və ödənişi aldığım vaxtdan sonra da onlara aldığım ödənişə dair heç bir şey göndərmirdim. Bu yollarla vətəndaşların pullarını mənimsəyirdim.